Mən Quba rayonunun Xaşi kənd sakini İbrahimov Qorxmaz. Şəhid İbrahimov İslamın qardaşıyam. Mən bu məzarın işıqlandırmasının səbəbi odur ki, neçə dəfələrlə şəhər sovetliğinə bu məzarın şəklini çəkib atmışam. Mənə hələ deyiblər ki, axırı olacaq, düzələcək. Bu 30 ildən yuxarıdır bu məzar. Hesab eləyərəm ki, öz vəsaitimizlə düzəlib. Axırda bu vaxta kimi saxlanılıb. Bunu xahiş edirəm aidiyyatı orqanlardan. Sağ olsun prezidentimiz. Allah şəhidlərə rəhmət eləsin. Qazilərə can sağlığı versin. Dövlətimiz var olsun. Şəhidin məzarı bu vəziyyətdə olmağı məni heç qane etmir. Sizdən artıq dərəcədə xahiş edirəm. Bu məzarın düzəlməyinə, axırı dövlət səviyyəsində olmağına köməklik göstərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.